Qədim Hindistan mövzusu haqqında danışacağıq. Gəlin ilk öncə bizim hesabımız haqqında sizə məlumat verək. Kurikulum altdan xətt tarix, altdan xətt tədrisi Instagram hesabı və bu hesabın bütün sosial şəbəkələri vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz. Dərslərimiz qısa fraqment olaraq Instagram kanalında, bütöv şəkildə olaraq isə biz YouTube kanalına yerləşdiririk. Gəlin ilk öncə başlayaq qədim Hindistan mövzusundan. Hindistan harada yerləşir? Hindistan Asiyanın cənubunda yerləşən bir vilayətdir. Baxın, Hindistan yarımadası deyirik bəzən buna. Əsasən Hindistan harada yerləşdi? Asiyanın cənubunda yerləşdi. Şimalında Hindistanın Himalay dağları yerləşir və bu Himalay dağları şimaldan gələn küləyin, soyuğun qarşısını kəsir. Hətta qış aylarında demək olar ki, Hindistanda havalar necə olur? İsti olur. Bunu yadımızda saxladıq. Əsasən Hindistan ərazisindən 2 dənə çay axır. Hansı çaylardır? Qərb hissəsində hansı çaydır? Hind çayı. Şərq hissəsində isə Qanq çayı axır. Deməli, hansı çaylar? Hind və Qanq çayları. Bunların yerini dəyişik salmayın. Çünki adətən tayfalar və dövlətlər yürüş eləyəndə hansı çaya kimi gəliblər? Hind çayına qədər olan əraziləri işğal eləyiblər. Və bunu mütləq yadımızda saxlayırıq. Daha sonra deyə bilərik ki, və bu çaylar isə qarlar əridikdən sonra isə daşqınlara belə səbəb olurdu. Əsasən Hind çayı vadisində eramızdan əvvəl 3-cü minilliklərdə nə yaranmışdır? Mohenjo-daro və Harappa şəhərləri. Deməli, ilkin sivilizasiya Hindistanda nə vaxt yaranmağa başlayıb? Eramızdan əvvəl 3-cü minillikdə Mohenjo-daro və Harappa şəhərlərində yaranmağa başlayıbdır. Əsasən Harappa şəhərində dedik ki, nələr var? 2-3 mərtəbəli evlər, taxıl saxlanılan böyük ambarlar, yoxsul komaları və sənətkar emalatxanaları var. Nələr? Yoxsul komaları, sənətkar emalatxanaları və tunç və qızıl emal edirdi şəhər əhalisi. Bunlar hardadır? Harappa şəhərində. Mohenjo-daro'da isə nə var? Mohenjo-daro'da su kəmərindən kanalizasiya sistemi olmuşdur. Deməli, Harappa'da nələr var idi? Bir daha baxaq. Taxıl saxlanılan ambarlar, yoxsul komalar, sənətkar emalatxanaları və əhali tunç qızıl emal edirdi və 2-3 mərtəbəli evlər Harappa'da, Mohenjo-daro'da nələr yerləşir? Su kəməri və kanalizasiya sistemi olmuşdur. Eramızdan əvvəl 2-ci minillikdə əhali məlum olmayan səbəblərdən şəhəri tərk etmişdir. Bunun səbəbi hələ də araşdırılıb, belə ortaya çıxardılmayıb. Bunu yadımızda saxlayırıq. Bu, Mohenjo-daro'nun kişi büstüdür, qeyd eləyiblər. Məsələn, şəhəri qədim Hindistanda Mohenjo-daro'da göstərdiyimiz kimi. Daha sonra deyə bilərik ki, nədən? 2-ci minilliyin sonunda köçəri Ari tayfaları gəlmişdir. Ari tayfaları əsasən İrandan keçərək Hindistana daxil olmuşdur. İranın adını tərsinə çevirsə, N hərfini silsək, necə alınacaq? Elə Ari alınacaqdır. Deməli, İrandır, Hindistandır, bunlar eyni tayfadan əmələ gəliblər. Daha sonra 2-ci minillikdə köçəri Ari tayfaları şimali qərbdən Hindistana hərəkət eləyiblər. Ari tayfa başçılarını isə nə deyirdik biz? Racələr deyirdik. Yavaş-yavaş bunlar Ari tayfaları gəldilər Hindistanda. Əhali ilə qaynayıb qarışdılar. Nağardılar, əhali ilə qaynayıb qarışdılar və qonşuluq icması halında yaşayırdılar. Əkinçilik maldarlıqla məşğul oldular və oturaq həyata keçdilər. Bunu mütləq yadımızda saxlayırıq. Artıq gələn kimi onlar nə yaradacaqlar? 11-ci əsrdə dəmir emal etməyi öyrənəcəklər və dəmir emalını hətta Qanq çayı vadisində cəngəllikləri yararaq yeni bir təsərrüfat və əkinçilik, maldarlıq üçün mühüm yerlər salmışdılar. Həmin bu kimlər? Ari tayfaları. Dövlətin yaranmasına baxaq. Hind xalqının əməyindən bəhrələnən, belə deyim, racələr, başqa adlı sanlı adamlar mənimsəyirdilər. Deməli, Hind xalqının əməyini kimlər mənimsədilər? Racələr, yəni tayfa başçıları, bir də adlı sanlı, yəni bildiğim varlı kişilər mənimsədilər. Və heyvan balalarını bir hissəsini qonşu icmaların əlindən alırdılar. Elə bir böyüdükcə böyük tayfalar kiçikləri sıxışdırırdılar. Bunu yadımıza saxladıq və daha sonra borcu olanlar və yaxud da əsir alınan şəxslər
qullar vəziyyətinə gətirildi və qulları necə adlandırırdılar? Ya düşmən adlandırırdılar Hindistandan. Tədricən onlar da dedi ki, padşaha çevrilir və padşahlığı miras şəklində. Demək olar ki, irsən keçirdi. Bunu yadımızda saxladıq. Artıq 1-ci minillikdə Hindistanda padşah hakimiyyəti və məmurlar olan kiçik bir dövlətlər meydana gəldi. Deməli, Hindistanda dövlətlər nə vaxt meydana gəlməyə başladı? 1-ci minillikdə xalq meydana gəlməyə başladı. 2-ci minillikdə bunu yadımızda saxlayırıq. Çünki Çinlə tərsinədir. Çində xalq hansı arasında 1-ci minillikdədir. İlk dövlət isə 2-ci minillikdədir. Amma Hindistanda tərsinədir. Xalq 2-ci minillikdir, dövlət 1-ci minillikdir. Bunu mütləq yadımızda saxlayırıq. Əsasən vahid dövlət yox idi. Dövlətlər var idi, kiçik dövlətlər, ancaq vahid dövlət yox idi və 6-cı əsrdə Hindistanın şimali-qərbində Əhəmən dövləti var idi və Əhəmən dövləti 2-ci Kir tərəfindən 550-ci ildə yaradılmışdı. Daha sonra isə Əhəmən dövlətinin hökmdarı 1-ci Dara bura yürüş eləyərək hansı hissəsinə qədər bunu yadımızda saxladıq. Hindistanı bütöv şəkildə tutmayıb. Onlar Hind çayına qədər olan ərazini tutublar. Hara kimi? Hind çayına qədər. Yəni içərilərə girmək olmurdu, belə deyək. Hind çayına qədər olan əraziləri işğal altına saldı kim? 1-ci Dara hətta satraplıq yaradıb, 20-ci satraplığı isə Hindistanı daxil eləmişdi. Bunu mütləq yadımızda saxladıq. Daha sonra 1-ci Daradan sonra gələcək elə Əhəmən dövlətinə son qoyan Hindistanda kim? Böyük İskəndər. Əsasən İskəndər deməli gələcəkdir hara? Hindistan ərazisini yenə də Hind çayına qədər olan ərazisinə. Və bu əraziləri öz işğal altına birləşdirəcək, ancaq tam içərilərə doğru gedə bilməyəcək. Bunda 2 dənə səbəb var. Bir əsgərlər yorulmuşdu, bir də əhalinin qəti müqaviməti nəticəsində içərilərə doğru hərəkət edə bilmir. Eramızdan əvvəl 327-ci ildə. İskəndərin vəfatından sonra, imperiyanın artıq süqutundan sonra orada Yunan-Makedoniya işğalına qarşı Maurya sülaləsi yarandı. Eramızdan əvvəl 317-180-ci illərdə hakimiyyətdə olmuşdu. Ən görkəmli nümayəndələrindən biri isə kim idi? Chandragupta idi. Chandragupta bir sıra əraziləri Hind çayı vadisində təzədən geri qaytardı və ən görkəmli nümayəndəsi kim deyəcək? Ashoka 249-cu ildə 3-cü əsrin 2-ci yarısında yazar və illə də yadınızda saxlayın, kitabda yoxdur. 249-cu ildə vahid Hindistanı bütöv şəkildə birləşdirir və bundan sonra artıq Ashoka nə edəcək? Bunları yadımızda saxlayırıq. Ashoka gələcək 33 kitabə qoyduracaq. Bir sıra islahatlar keçirəcək və Buddizmin himayədarı, yəni təbliğatçısı olacaq. İndi Buddizm haqqında da biz danışacağıq. Hindistanda bərabərsizlik meydana gəlməyə başladı artıq. Biz burada deyə bilərik ki, dünyada insanların yaratıcısı hesab olunan Brahma, yəni Brahma bunlarda baş tanrı hesab olunurdu. Brahma, belə deyim, güya tanrının özü belə insanları kastalara bölübdü. Yəni 4 kasta quruluşu var idi. Kasta nə deməkdir? Dəyişməyən irsi hüquqi vəzifələri olan insan qruplardır. Yəni ata şahdırsa oğul da şah olmalıdır. Ata quldursa oğul da qul olmalıdır. Bu irsi xarakter daşıyırdı. Bunu yadımızda saxladıq və 4 dənə kasta quruluşuna bölünürdü bunlar. Birinci başda brahmanlar, kahinlər, brahman kşartilər, döyüşçülər, vayşi, kəndlilər, şudra isə nökərlər hesab olunurdu. Ən axırıncı təbəqə onlar pis işlərlə məşğul olduğu üçün bu təbəqəyə daxil deyildilər. Bunları mütləq yadımızda saxladıq. Nə idi kasta quruluşu və kasta quruluşu dedik atadan oğula keçir. Düzdürmü? Buna qarşı isə Buddizm yaranacaq. İndi onu gəlib baxacağıq. Məsələn, Brahman bədənin ən yaxşı hissəsindən əmələ gəldiyi üçün bütün dünyanın ağası hesab olunur. Daha sonra isə keçəcəyik memarlığa. Memarlığa keçəndə biz ilk öncə nəyi vurğulayacağıq? 3-cü əsrdə yaranmış 4 aslan heykəli. Baxın, elə şəkildə göstərdiyim kimi 4 aslan heykəli həmin bu sərhədləri qoruyur. Yəni 4 bir tərəfə cəhətdən Hindistanı qoruyur. Daha sonra isə 1-ci əsrdə daşdan yonulmuş darvazanı yadda saxlayırıq. Neçənci əsrdə eradan əvvəl? Təbii ki, bunların hamısı eradan əvvəldir. 1-ci əsrdə daşdan yonulmuş darvazanı yadımıza saxlayırıq və qülləli tikillər, mağara məbədləri də bəzən Hind memarlığına daxil idi.
Hindlilər əsasən yazını necə yazırdılar? Qurudulmuş palma yarpaqları ilə yazırdılar və onlar riyaziyyatda 0 rəqəmini, deməli 0-ın yaradıcısı kimlər oldu? Hindistanlılar oldu. Sadə və çox rahat 10 rəqəmli hesabı yaratdılar. Yəni ixtira elədilər. Bunu yadımıza saxlayırıq. Onluq hesablama sistemi demirik bunu. 10 rəqəmli hesab sistemi deyirik biz buna. Bunu yadımızda saxlayırıq. Və kvadrat, kub hesablaya bilərdilər. Yer kürəsini isə bunlar şar şəklində təsəvvür edirdilər. Bunu yadımızda saxladıq. Daha sonra nə yadımızda saxlayacağıq? Şahmatın vətəni sayılır həmin bu Hindistan. Haranın şahmatın vətəni sayılır və şahmat isə bunların qoşun növünü göstərirdi. 4 növ qoşun adlanırdı. Şahmatın isə belə deyim, özünü sümüklərdən hazırlayırdılar. Təbii ki, bunlarda əsas fillər mövcud olmuşdu. Daha sonra isə biz nədən danışacağıq? Elə bayaq dediyimiz kimi dindən. İlk Hindistanda din Hinduizm dini. Bu da dövlətin meydana gəldiyi, xalqın meydana gəldiyi dövrdə yaranıb. Eramızdan əvvəl 2001-ci minillik deyə bilərik biz buna və ən qədim müqəddəs qanunlar toplusu Veda adlanır və kasıblar varlılar haqqında həmin Vedada bəhs olunurdu. Hindistan Buddizmin vətəni hesab olunur. Buddizmi eradan əvvəl 6-cı əsrdə Gautama yaradıbdı. Gaumata demirsiniz. Gaumata Əhəmənilərdə köhnə Midiya hakimiyyətini bərpa eləmək istəyən üsyançı idi. Eramızdan əvvəl 522-ci ildə. Bu Gautamadır. Bunu mütləq yadımıza saxlayırıq. Və Gautamanı sonralar onun ardıcılları Budda adlandırıb. Yəni bilici, həqiqətlə işıqlanmış adam da adlandırırdılar. Bayaq dediyim kimi, həmin bu Buddizm nəyə qarşı çıxırdı? Bu Buddizm bərabərlik istəyirdi. Və Buddistlər bərabərlik istəyirsə nəyə qarşı çıxacaq? Təbii ki, kasta quruluşuna qarşı çıxacaq. Hətta bir neçə dedik ki, burada əlavə məlumat olaraq əhalinin bir hissəsi də atəşpərəstlik dininə sitayiş edirdi. Bu da atropateniya ilə oxşar cəhətdə götürə bilərsiniz. Bunu mütləq yadımızda saxladıq. Əsasən 8 qanun müəyyənləşdirmişdir. Xoşbəxtliyi aparan düz yol ləzzətlə əzab-əziyyətin orta yolu hesab olunur. Bu əslində çox düzgün sözdür və 8 qanunu var. Gəlin elə belə nəzər yetirək həmin bu 8 qanuna. Yəni düzgün baxış, düzgünlük, hamısı düzgün baxış, düzgün düşüncə, düzgün söz, rəftar, yaşayış, çalışmaq, diqqət, fikirləşmək, bunlar 8 qanunu hesab olunur və Buddizm təlimində belə başa saldıq sizlərə. Gəlin ilk öncə başdan yenidən qısa bir təkrarımıza gedək. Deməli, Hindistanda sivilizasiya eramızdan əvvəl 3-cü minillikdir. Eramızda qədim şəhərlər 3-cü minillikdə Mohenjo-daro, Harappa. Mohenjo-daroda nə tapılıb? Su kəməri, kanalizasiya sistemi. Harappa'da 2-3 mərtəbəli evlər, qızıl tuncdan hazırlanmış alətlər. Daha sonra isə orada evlərdən yanaşı emalatxanalar fəaliyyət göstərirdi. Daha sonra bunlar əhali getdiyinə görə onları, belə deyək, necə, hələ də məlum olmayıbdı niyə şəhəri tərk elədikləri. Harada yerləşir? Asiyanın cənubunda. Şərqində hansı çay var? Şərqində daha sonrası Qanq çayı, qərbində isə Hind çayı. Daha çox Hindistan hansı hissəsini tutublar? İşğalçılar qərb hissəsini tutublar. Daha sonra Hindistandan Hind Qanq çayları axdığını dedi. Dövləti 2 dəfə birləşdirdi. Ashoka neçənci ildə? Eramızdan əvvəl 249. Maurya sülaləsi neçənci illərdə hakimiyyətdə olub? Eramızdan əvvəl 317-180-ci illərdə hakimiyyətdə olub. Hindistanı kim tutubdu Əhəmənilərdən? 1-ci Dara tutmuşdur. Eramızdan əvvəl 6-cı əsrdə deyə bilərik. Daha sonra kimlər tutub? İskəndər tutubdu. Eramızdan əvvəl 327-ci ildə. Hara kim olan hissəsi? Təbii ki, Hind çayına qədər olan hissəsi. Niyə içərilərə doğru gedə bilməyibdi İskəndər? Dedi, əsgərləri yorulmuşdu, bir də əhalinin ciddi müqaviməti olmuşdur. Daşdan yorulmuş darvaza, eramızdan əvvəl 1-ci əsr 4 heykəli və yaxud da aslan deyə bilərik. Bu, eramızdan əvvəl 3-cü əsr. Buddizm nə vaxt yarandı? Eramızdan əvvəl 6-cı əsrdə kim yaratdı? Gautama yaratdı. Nə istəyirdi? Bərabərlik istəyirdi. Buna qarşı çıxırdı. Nə? Kastalar. Kastalar neçənci əsrə aiddir? Eramızdan əvvəl 12-11-ci əsrə aiddir. Kasta necə idi? İrsən keçirdi. Yəni, ata nədirsə, oğul da olurdu. Hansı kasta quruluşu var idi? Brahman, Kshatriya, Vaishya, Shudra. Yəni, kimlər? Birinci kahinlər, döyüşçü, kəndli və
qullar hesab olunurdu. Daha sonra deyə bilərik ki, Hinduizm nə vaxt yarandı? Dövlətin və xalqın formalaşması ilə yaranmışdı. Biz burada ayrı nəyi demədik? Nəyin vətəni hesab olunur? Təbii ki, şahmatın vətəni hesab olunur. Sıfır rəqəmini kəşf eləmişdilər. Onluq hesablanma ixtira eləmişdilər. Asan, yəni sadə yolla hesablama, kub kvadratı hesablaya bilirdilər. Daha sonra dünyanın şar şəklində olduğunu deyirdilər. Bunlar Hindistan haqqında məlumatlardır. İlk öncə bizim dərslərimizə baxmaq üçün təbii ki, YouTube kanalımıza abunə ola bilərsiniz. Bundan sonra davamlı şəkildə dərslərimiz gələcək. Mütləq abunə olmağı unutmayın.